Günahı tərk eləyəsən ki, şad, xürrəm, ləzzətli yaşayasan. Günah qəm mənbəyidir, acı qəmin mənbəyidir. Təcrübə eləməyin, amma təcrübə eləyə bilərsiniz. Eləməyin. Adam günahı təcrübə eləməz. Təcrübə eləməyin, amma günah mütləq qəm gətirir ürəyə. Mütləq. Mütləq. Hər hansı bir günah. Günahı tərk eləmək üçün əvvəl gərək bilək ki, günah nədir? Günaha düz yanaşaq. Günahların sayını bilmək yox. Nələr günahdır bilirik. Günah mahiyyətcə nədir? Günahın mahiyyəti nədir? Günah səhv bir işdir ki, o səhv iş vasitəsilə mən insan özümə zərbə vururam. Buna deyirlər günah. Bir insanın özünə zərbə vurması günah adlanır. Pis işdir. Allah isə nə deyir? Allah deyir ki, mənə üsyan elədin. Təxminən belədir. Mən məcburam sadə misallara müraciət edeyim. Günah necədir? Mən bir kəsici aləti, bıçağı götürüb özümə zərbələr vururam. Günah bu deməkdir. Ruha götürmüsən bıçağı əlbə, ruhu dayanmadan zərbə vurursan. Günah budur. Sözün həqiqi mənasında günahın həqiqəti budur. Allah da bu yandan fəryad eləyir ki, eləmə, olmaz. Özünü qatır məsələyə. Ziyanı özünə vurursan. Allah gəlir meydana girir, deyir, olmaz, eləmə, başlayır fəryad eləməyə. Sən deyirəm, ilahi, sənə nə var? Sən niyə narahatsan? Mən günah öz canımdır, özümə zərbə vururam. Sən niyə, özü niyə sən qatdın bu məsələyə? Cavab budur ki, ancaq sevgidən. Sevgidən. Necə deyə bilərsən ki, ay ana, sənə nə var? Özüm əlimi kəsirəm də. Deyə bilirsən bu söz. Ana deyir ki, necə özüm əlimi kəsirsən? Öz əlini kəsirsən. Axı, sən mənim balamsan, övladımsan, mən narahatam. Sən özünə zərbə vurursan, mən narahatam. Mən özümə eləyirəm, özümə eləyirsən, axı, mən sənin yaradanınam, səni sevirəm, narahatam. Ona görə mən girirəm meydana. Kənardan demirəm, bax da özün, eləmə bunu, belə demirəm. Girirəm, deyirəm, əmr eləyirəm, olmaz. Öz gücümü, qüdrətimi istifadə edirəm, o qədər səni sevirəm ki, özünə ziyan vurursan, mən narahat oluram və özünə ziyan vurmağı mən sənə qadağan eləyirəm. Biz qıraq adamlara özünə ziyan vurmağı qadağan eləyirik. Yox. Kimə qadağan eləyirik? Övladımıza. Deyən, sənə nə var ya, özüm? Çox sevgidən deyirsən ki, olmaz. Eləsə nə olacaq? Sənə bir şey olacaq, yox, ona nəsə olacaq.